Salam, hər vaxtınız xeyir olsun, dəyərli abituriyentlər, müəllimlər. Bu gün sizlərlə bir yerdə sınaq 3-ün izahına baxacağıq. Nəzərinizə çatdırım ki, bu 9-cu siniflər üçün olan OTK vəsaitindəndir. Biz eyni zamanda 11-i də bölüşürük. Sadəcə dəstək olmanız kifayətdir ki, videoların ardı gəlsin. Vəssalam. Faydalı hesab etsəz bəyənməyi unutmayın. Başlayaq birinci sualımızdan. Altından xətt çəkilmiş sözün say olduğu nümunəni müəyyən edin. Biri hələ də həyətdə gözləyir. Uşaqlar, biri sözü bir ola bilər ki, bir sayına qoşulmuş i şəkilçisi, mənsubiyyət və ya təsiri kimi düşünə bilərsiniz. Bir də ola bilər ki, biri başlanğıc forma belə olur və bu olur nə? Birbaşa əvəzlik. Bunu kimsə sözü ilə əvəz edəndə əvəzlik olur. Kimsə hələ də həyətdə gözləyir. Deməli, buradakı əvəzlikdir. Sən neçə kitab gətirmişsən? Qeyd olunan nümunədəki neçə? Sual əvəzliyidir uşaqlar. Deməli, mən bunu əlbəttə ki, silməliyəm. Daha sonra otaqdan bir-bir çıxırdılar. Eyni sayın təkrarı ilə yaranmış 1-1, 2-2, 3-3, 4-4 artıq neçəyə kimi saya bilirsiniz. Eyni sayın təkrarı ilə yaranıbsa bunlar da zərfdir. İndi işimiz 1-ə 5 artıb, zərfdir. Mən indi bircə adamı gözləyirəm, ikinci adamı, üçcü adamı. Fikir versəniz, burada bir saydır. C isə ona qoşulan ədatdır uşaqlar. Yanlış əlaqələndirməni müəyyən edin. Biz, qonşu otaqda stolun üstündədir cümləsində əvəzlik var. Bu səhv fikirdir uşaqlar. Biz sözü yerinə görə şəxs əvəzliyik, yerinə görə isim olur, ayaqqabı və s. tikmək üçün alət. Və burada alət mənasındadır, isimdir. Və fikir versəz, sizə deyir əvəzlik var. Yoxdur, amma qabağına düz yazıb. Deməli, A səhvdir. Heç kim olduğunu mənə də bildirmədi. Cümləsi əvəzliklə başlamır. Düz deyir, hardan bildim? İndi uşaqlar deyir ki, ay müəllim, heç kim qeyri-müəyyən əvəzlik deyilmi? Bütövdür və bu mürəkkəbdir. Uşaqlar, bəli, heç kim yerinə görə qeyri-müəyyən əvəzlikdir. Amma bu məqamda deyil. Çünki biz burada görürük ki, heç ayrı düşündür, yəni ədat kimi. Heç kim olduğunu mənə də bildirmədi. Bax, bu cür. Ona görə heç ayrı, kim ayrıdır. Düzdür, qabağına düz yazıb. Bircə dəfə uşaqlara heç kəsin dedimmi cümləsində əvəzlik var. Bircə dəfə uşaqlara heç kəsin dedinmi? Kəsmək feilindən söhbət gedir. Baxın, dırnaq içində yazıb. Burada heç kəs bu olsaydı əgər mürəkkəb, orada dırnaqda kəs yazılmazdı. Çünki bu bütövdür. Bunun hər hansı bir tərəfini parçalamaq olmaz, mürəkkəbdir. Və bu cümlə belə intonasiya ilə oxunur. Bircə dəfə uşaqlara heç kəsin dedinmi? Oturun, durun dedinmi? Yəni burada kəsmək feilindən söhbət gedir. Yanlışdır, qabağına yanlış yazıb düz. Özgə işlərə vaxt sərf etmir cümləsində əvəzlik var. Səhvdir. Özgə sözü uşaqlar sifət, iş, isim, vaxt, isim, sərf etmək feildir. Yəni əvəzlik yoxdur. Gənclərə qüvvət verən o deyilmi cümləsində əvəzlik işlənib? Bəli, o deyil hissəci ilə işlənib. İndi o hissəcikdir. Onun bir mahiyyəti yoxdur və əsas biz baxırıq o əvəzliyinə, hətta şəxs əvəzliyidir. Düzdür və qabağına düzdə yazıb. Hansı saylardan sonra gələn isimlər cəmlənə bilər? Sıra saylarından sonra gələn isim cəmdə də, təkdə də işlənə bilir. 10-cu sinif, 10-cu siniflər. Bir neçə yalnız tək. Larla lərcə şəkilçisi ilə onlarla, minlərlə tipli sözlərdə özündən sonra gələn isim cəmdə də ola bilər, təkdə də ola bilər. 5-dən və bir qədərdən sonra gələnlər isə mütləq təkdə olmalıdır. 1-3 doğru cavab. Nümunələrdən birində işarə əvəzliyindən sonra vergül işarəsi səhv qoyulub. Mən indi bu kitabları qaytarıram. Uşaqlar, burada məndən sonra vergülü səhv hesab edə bilərsiniz. Amma mən işarə əvəzliyi yox, şəxs əvəzliyidir. Burada işarə əvəzliyidir bu və bu kitabları qaytarıram. Hansı sifəti əvəz elədiyinə görə özündən sonra vergül qoyulmur. İşarə əvəzliyi baxımından bu düzdür. Şəxs əvəzliyi baxımından problemli ola bilər. Demə, bu dostumdur, o düşmənimdir. Dostumdur, düşmənimdir. Dostumdur kim o, düşmənimdir kim o. Fikir versəniz, o və bunu işlədirəm, gözəl, problem yoxdur. Özündən sonra dost və düşmən isimləri gəlibdir, kim sualına cavab verir, deməli vergül qoyula bilər. Çünki o şəxs əvəzliyi olsa və özündən sonra isim gəlsə qoyula bilər. O indi inanır ki, bu sonuncu şansdır. İnanır kim o. Deməli kim sualına cavab verir, şəxs əvəzliyidir və
Fikir versəniz, özündən sonra indi zərfi gəlibdir, vergülə icazə var. Bir də uşaqlar, bu hər bir halda işarə əvəzliyidir. Bunu unutmayın. Yəni ismi də əvəz eləsə, sifəti də əvəz eləsə, ancaq işarə əvəzliyidir. Siz burada B variantında onu da nəzərə alın. Xülasə, qayıdaq C-yə. C-də gördüm ki, o kim sualına cavab verir, özündən sonra zərf gəlib, vergül icazəlidir. O şəxs əvəzliyidir orada. Burada bu əvəzliyi var. Bu əvəzliyi işarə əvəzliyidir. Sonuncu şansdır. Şansdır. Nə? Bu. İsmin sualına cavab verib, ismi əvəz edib, özündən sonra sonuncu sıra sayı gəlib, vergül olar. Bu, əlbəttə şagird üçün yaxşı nəticədir. Əlbəttə burada modal söz olduğu üçün ortada gəldikdə hər iki tərəfdən vergül qoyulur. Fərqi yoxdur orada hansı əvəzlik gəlir, gəlsin. Bu, oxumaq üçün hazırlanmış variantdır. Deməli, hazırlanmış variantdır. Nə bu? Baxın, burada ismi əvəz edib, amma özündən sonra məsdər gəlib. Biz demişdik ki, o bu əvəzlikləri ismi əvəz edəndə özündən sonra yalnız feili sifət gəldikdə həmin işarə qoyula bilər. Digər məsdər, feili bağlama və təsriflənən feil gəldikdə olmaz. Deməli, bu səhvdir, məsdər gəlir. Altından xətt çəkilmiş sözlərdən biri əvəzlikdir. İndi orada başqası dayanmışdır. Başqa özgə mənasındadır və sifətdir. S mənsubiyyət qəbul edib isimləşib. Özgələri məsələni anlamırdılar. Deməli, burada da özgə sifətdir, sadəcə isimləşib. Məni kim duyacaq? De, səndən özgə, səndən başqa, fərqləndirmə məzmunlu qoşmadır. Kimlik məsələləri araşdırılmışdır. Kimlik, mənsubiyyət, insanın hansı kimliyə mənsub olması, bunlar isimdir uşaqlar. Əvəzlik onun kökündədir. Özü isimdir, çünki lik şəkilçisi isim düzəldir. Bu barədə müəllim nə qədər danışdı, nə qədər sual əvəzliyidir. Doğru cavab E. Hansı cümlədə qeyri-müəyyən miqdar sayı ilə isim arasında numerativ söz işlədilə bilər? Sənə bu işdə 6-7 ədəd nümunə lazımdır. Bax, fikir verin, ədədi qoydum. Ümumiyyətlə, qeyri-müəyyən miqdar sayılarında bir neçə mürəkkəb sayı, bir də 1-2, 2-3, 4-5 tipli, 6-7 tipli mürəkkəb təxmini sayılar ki var, onlarda istifadə oluna bilər. Məsələn, bir neçə nəfər şagird, 1-2 nəfər şagird, 6-7 nəfər hərbçi və s. Göründüyü kimi uşaqlar, biz burada işarəni, daha doğrusu numerativi qoya bildik. Xeylidən sonra gələn məsələ sözü olmaz, yüzlərlədən sonra işçi olmaz, az-çoxdan sonra ağac olmaz, bir sıradan sonra tədbirlər olmaz. Göründüyü kimi digərlərində qoyula bilmir. Nöqtələrin yerinə hansı sözlər artırılsa qrammatik xəta baş verməz. Zəngilan şəhərində bu il bina tikiləcək. Baxın, bina sözü təkdədir. Bir sıra ilə bir çoxu artırsam, gərək bina sözü cəmlənə, yəni binalar ola. Olmaz axı. Hündürü artırsam problem yox, çox mərtəbəlidə problem yox, uca-uca. Eyni sifətin təkrarı ilə yaranmış, məsələn, yaşıl-yaşıl, uca-uca, qara-qara, bu tip nümunələrdə gələn, özündən sonra gələn isimlər cəmdə. Yaşıl-yaşıl ağaclar, uca-uca binalar və s. Belə işlənməlidir. Görürsünüz, cəm tələb edir. Amma 2 ilə 3 cəm tələb etmir. Yəni, bina sözü rahat orada dura bilər. Hansı cümlələrdə sözlə yazılmış say rəqəmlə yazılsa, şəkilçilərdən biri yazılmayacaq. Akşin Yeniseyin şeiri müsahibədə birinci oldu. Fikir verin, birinci olmaq birdir. Bu mürəkkəb feilə gedib çıxır. Biz tapşırıqları ayın 10-una qədər təhvil verdik. U nədir? Mənsubiyyət, na, yönlük al. Belə yazılacaq. Fikir verin, n bitişdirici ilə A çıxdı çölə. U mənsubiyyəti orada gizləndi. Şuşa şəhərində bu il turistlərin sayı 1000-i keçmişdi. 1000 necə yazılır? Baxın, zaten bunun bir şəkilçisi var, o da çölə çıxır. Şagirdlərin ikisində yeni kitab yox idi. Si mənsubiyyət də yerlik al. Belə olacaq. 8-cilər müsabiqədə fəal iştirak etdilər. İnci nədir burada? Sıra sayının şəkilçisi, lərdə qrammatik. Baxın. Burada şəkilçinin yarısı çölə çıxır, yarısı içəridə qalır. İnci şəkilçisinin in hissəsi içəridədir, C çölə çıxır. Olmaz, bu da işimə yaramır. 2-4, doğru cavab E variantı.
Cümlələrdəki işlənmə funksiyasına görə elə sözün hansı nitq hissəsi olduğunu müəyyənləşdirin. Həmişə elə iş gör ki, hamı səni alqış etsin. Şagird deyir, necə iş? Deyir ki, ay müəllim, elə sözü burada sifət əvəz edib, sifətdir. Uşaqlar, əvəzlik hansısa nitq hissəsini əvəz edəndə ona çevrilmir. Əvəzlik elə həmişə əvəzlikdir. Sadəcə nəyi əvəz edib? Burada sənə demir ki, nəyi əvəz edib, sənə deyir ki, hansı nitq hissəsidir. Elə sözü əvəzlikdir. Elə insanlardan hər şey gözləmək olar. Sifəti əvəz eləmiş əvəzlikdir. Alim, sən bayaq elə danışdın ki, hamı narahat oldu. Deməli, elə nədir orada zərfi əvəz eləmiş əvəzlikdir. Elxan elə dünən də mən deyəni deyirdi nümunəsində də elə sözü ədat olacaq uşaqlar. Yəni belə. Əvəzlik, 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 ədat, yəni de. Daha sonra altından xətt çəkilmiş sözlər əsasında Eyler-Venn diaqramında uyğun hissəyə yazılmayan fikirləri müəyyən edin. O, uşaqlarla danışmırdı. Odan sonra vergül qoyulubsa, kim sualına cavab verir və biz burada uşaq ismi gəldiyini də müşahidə edirik. Bir də deyir ki, o uşaqlarla danışmırdı. Hansı uşaqlarla? Bu artıq nədir uşaqlar? Şəxs əvəzliyi deyil. İşarə əvəzliyidir. Burada isə şəxs əvəzliyidir. Bilirsiniz ki, o əvəzlik amonimdir. İşarə və şəxs olur. Əvəzlik olması hər ikisinə aiddir. Səhv yerdə yazılıb. Adlı xalda olan ismi əvəz edib. Düzdür, digəri sifəti əvəz edib. Müstəqil cümlə üzvü olması hər ikisinə aiddir. Birində mübtəda, birində təyin. Sifəti əvəz etməsi düzdür. Suala cavab vermək hər ikisinə aiddir də. İkisi də əsas nitq hissəsi deyilmi? Daha sonra gəlin tərbiyə mətnini oxuyaq və ona aid sualları işləyək. Şahzadə Məhəmməd Türk sultanının oğlu idi. O məktəbdə yaxşı oxumur və intizama əməl etmirmiş. Dərs zamanı bəzən hətta dərs evinin başına da çıxırmış. Müəllim isə padşahın xatirinə ona cəza vermirmiş. Cəzasızlıq Məhəmmədin dəcəlliyini daha da artırırmış. Bir gün müəllim padşaha bununla bağlı xəbər göndərir. Əhvalat padşaha çatır, padşah oğlunun hərəkətlərindən xəbərdar olub, bərk narahatlıq keçirir. Padşah müəllimin yanına gəlir və onunla mehribanlıqla görüşür. Müəllim fikirlərini diqqətlə dinləyir, müəllimin fikirlərini diqqətlə dinləyir, onun övlad valideynin və ölkənin gələcəyidir kimi fikirlərini təsdiq edir və sonda deyir: "Ey hörmətli müəllim, bilirəm ki, nalayiq hərəkətləri ilə övladım sizin qəlbinizi qırıb, o oxumağı buraxıb nadincliklə, yaxşı olmayan əməllərlə məşğul olur. Amma bu məsələni həll etməliyik. Mən sizin dərsinizə gələcəm. Siz dərsdə məni danlayıb deyin ki, övladınız sözə baxmır, qoy Sultan Məhəmməd görsün ki, siz padşahı da cəzalandıra bilərsiniz." Bu təklifdən müəllim xoşhal olur. Axı, o da gənc şahzadənin yaxşı təlim almasını istəyirdi. Bir neçə gündən sonra padşah məktəbə gəlir. Müəllim, icazə verin dərsdə iştirak edim. Buyurun, keçib əyləşin, xoş gəlmisiniz. Padşah oturub dərsə qulaq asır, müəllim qəzəblə padşaha deyir. 3 nöqtəni unutmayaq. Ey padşah, sizin oğlunuz dərslərini oxumur. Sinifdə özünü pis aparır, intizamı pozur. Oğlunuz barədə tədbir görün, onun tərbiyəsi ilə məşğul olun. Tədbir görməsəz, oğlunuzu məktəbdən qovacam. Sultan pərt halda başını aşağı salır. O, müəllimdən dönə-dönə üzr istəyir. Bundan sonra şahzadə Sultan Məhəmməd özünü yığışdırır, intizama əməl edir. Yaxşı oxumağa başlayır. Bəli, şərq aləmində müəllim padşahdan da hörmətli hesab olunurmuş. Mətndə tünd qarı hərflərlə yazılmış ifadəni verilmiş nümunələrin hansı ilə əvəzləmək olar? Xoşhal olmaq, baxın, xoş və hal sözlərindən yadda saxlayın. Razı qalmaq, məmnun olmaq, müsbət mənada nədənsə razı qalırsan, nəyisə bəyənirsən, bunlar. Ehtiyat etmək, tədbir görməkdir, nədənsə çəkinməkdir. Bədgüman olmaq isə kiməsə qarşı pis fikrə qapılmaqdır. Biz isə həmin ifadəni müsbət mənalı ifadə kimi gördük. Doğru cavab C variantı. Daha sonra, hansı fikir mətnə əlavə edilsə, tərkib hissələri arasında əlaqə pozular. Onu dərs almaq üçün məşhur bir müəllimə tapşırmışdılar. Baxın, bu cümləni bura əlavə edə bilərik. Deyə bilərsən ki, Şahzadə Məhəmməd Türk sultanının oğlu idi. Onu dərs almaq üçün məşhur bir müəllimə tapşırmışdılar. O da məktəbdə yaxşı oxumurdu və s. O hissəyə qoymaq olar. Oğlumun tərbiyəsi mənim üçün hər şeydən vacibdir. Bunu da biz
bu hissəyə yaza bilərik. Məsələn, deyə bilərsiniz ki, oğlumun tərbiyəsi mənim üçün vacibdir. O oxumağı buraxıb nadincliklə yaxşı olmayan əməllərlə məşğul olur, amma bu məsələni həll eləməliyik. Fikir versəniz, bu dialoqlara bir yerə əlavə etmək olar valideynin, yəni atanın nitqi kimi. Bu onun arxayınlığının qarşısını alar. Bu barədə bunu bu hissəyə qoymaq olar. Məsələn, deyir ki, siz dərsdə məni danlayıb deyin ki, övladınız sözə baxmır. Qoy Sultan Məhəmməd görsün ki, siz padşahı da cəzalandıra bilərsiniz. Buradan da yaz ki, bu onun arxayınlığının qarşısını alır. Müəllim həmin günü səbirsizliklə gözləməyə başladı. Söhbət hansı gündən gedir? Atanın məktəbə gəlib oğlunu görməsi epizodu. Gəlirik, baxırıq bura. Deyir ki, müəllim bu vəziyyətdən xoşhal olur. Axı o da gənc şəhzadənin yaxşı təlim almasını istəyir. Burada yaza bilərsiniz ki, müəllim həmin günü səbirsizliklə gözləməyə başladı. Fikir verin, tam yerinə oturur. Verilən məsləhət nəticəsiz qalır desək, bu tamamilə səhvdir uşaqlar. Çünki biz görürük ki, Sultan Məhəmmədin atası və müəllimi birləşib bir məsləhətləşərək iş görürlər və bunun nəticəsində nə baş verir? Sultan Məhəmməd özünü yığışdırır, intizama əməl edir və yaxşı oxumağa başlayır. Hansı suala cavab yoxdur. Sultan oğlunun hərəkətlərindən xəbərdar olurmu? Bəli, hətta müəllimlə məsləhətləşir. Məhəmmədin tərbiyəsində müəllimin səhvi nə idi? Bu dəcəllikləri onun atasına deməmək müəllimin səhvi ola bilər. Sultan Məhəmməd kimlə dostluq edirdi? Mətndə belə bir bilgi görmürük ki, Sultan Məhəmmədin yoldaşı kimdir? Yəni onun sinif yoldaşı və ya dostu. Ata müəllimə hörmət edirdimi? Bəli, bu tamamilə düzdür. Hətta belə bir cümlə də var. Deyir ki, şərq aləmində müəllim padşahdan da hörmətli hesab olunurmuş. Sultan niyə pərt halda başını aşağı salır? Ona görə ki, öz oğlunun bu əməlləri onu pərt edir. Baxın, deyir ki, müəllimin yanına gəlir, onunla görüşür və onun fikirlərini təsdiq edir və sonda deyir. Cəzalandıra bilərsiniz. Və nəticə etibarilə nə baş verir? Cəzalandırma prosesində deyir, Sultan pərt halda başını aşağı salır. 14-də deyir ki, hansı cümlələri nöqtələrin yerinə əlavə etməklə mətni genişləndirmək olar? Nöqtələrin yeri buradır. Və burada deyir ki, padşah oturub dərsə qulaq asır, müəllim qəzəblə padşaha deyir və başlayır oğlunu danlamağa ki, sənin oğlun, deyək ki, dərsini oxumur, sən də bunu gör. Müəllim dərsi Sultan Məhəmməddən soruşur, o cavab verə bilmir. Elə tam düz variant budur. Padşah oturub dərsə qulaq asır, müəllim Sultan Məhəmməddən dərsi soruşur, o cavab vermir. Müəllim də qəzəblə padşaha deyir ki, sizin oğlunuz dərsini oxumur, ən dolğun budur. O səmada uçub gedən durna qatarına baxır. Bunun nə dəxli var? Verilən suallara dolğun cavab verir. Onda niyə atasını danlayır? Danlamaz axı. Bunu qoymaq olmur. Müəllim məmnunluqla başını tərpədir və Məhəmməd sevinir. Olmaz. Biz elə eləməliyik ki, müəllim orada həqiqətən əsəbləşdiyinə görə vəziyyəti izah edək. Niyə əsəbləşir? Dərsini oxumayıb. Atanın narahatlığı davam edir, uşağın yanında müəllimlə söz güləşdirmək istəmir. Burada biz müəllimlə söz güləşdirmək, müəllimə qarşı aqressiya ata tərəfindən görmürük. Əksinə, o müəllimə hörmət edir. Hansı cümlələr mətndəki əsas fikri ifadə edir? Əzizim əzizdir, tərbiyəsi ondan əziz. Bəli, uşaqlar, yəni bir insan bizim üçün dəyərli ola bilər. Məsələn, bir şagird mənim üçün dəyərlidir, amma onun tərbiyəsi mənim üçün lap lazımlıdır, lap dəyərlidir. Demək, həqiqətən də nədir? Bu düz fikirdir. Mənəvi tərbiyəsini düzgün quran millət həqiqi mənliyə sahib olacaq. Biz burada millət olaraq tərbiyənin önəmindən danışmırıq. Biz burada bir şagirdin tərbiyəsindən danışırıq və biz burada sadəcə böyükdən kiçiyə keçən bir tərbiyəvi məsləhətdən, daha sonra bir padşahdan çox atanın narahatlığından, yəni məsələ padşah və onun övladı deyil, məsələ bir ata və onun bir övladıdır. Tərbiyə ancaq elmin gücü ilə olur. Tərbiyəni ancaq elmlə ölçmək olmaz. Mətndə də bunu ölçmür. Böyüyü tərbiyə ilə, kiçiyi ondan öyrənəcək. Baxın, böyüyü gəlir, Sultan Məhəmmədin müəllimi nə edir? Danlayır, yəni öz atasını danlayır və uşaq da ona baxır, deyir ki, deməli mən pis bir əməl eləmişəm, atamı, yəni o boyda padşahı cəzalandırırlarsa, yeri gəlsə məni də cəzalandıra bilərlər. A variantı doğru cavab olacaq. Mətndə çərçivədə verilmiş söz hansı nümunədə eyni mənada işlənib?
Çərçivədə verilmiş sözümüz buraxmaq feilidir və biz lüğətə nəzər yetirdikdə məktəbi, oxumağı, buraxmağı bax belə görürük. Tərk etmək, əl çəkmək, vaz keçmək, boşlamaq, atmaq, papirosu buraxmaq, sənətini buraxmaq, mən köhnə mənzili buraxdım, bu fikri burax və ya oradakı kimi oxumağı və ya məktəbi buraxmaq. İndi məclisi buraxıb evə getmək zamanı deyil. Elə cavab A-dır. Yenə də buraxmaq, tərk etmək mənasındadır. Burada dərin iz buraxmaq məcazidir və təbii ki, digərindən fərqlidir. Burada yaddaşda bir iz qoymaq mənasındadır. Heyvanları indi otlaqlara buraxdılar, yəni açıb buraxmaq mənasında. Ordudan tərxis olunan əsgərləri evə buraxdılar. C-dəki kimi eyni formada azad etmək mənasında. O gələnlərə diqqətlə baxdı, narahat oldu, əlindəki silahı yerə buraxdı. Bu da həqiqidir və əlindəkini yerə atmaq mənasındadır. Mətn əsasında cədvəldəki doğru fikirləri müəyyən edin. Şagird nadinc idi. Nəticədə müəllim onu cəzalandırdı. Müəllim onu yox, onun valideynini danladı, güya dırnaqarası cəzalandırdı və şagird də oradan bir dərs çıxardı. Müəllim atasına xəbər yolladı, düzdür. Daha sonra uşaq ibrət dərs aldı. Səbəb nədir? Müəllim dərsini oxumayan uşağa qəzəbləndi. Uşağa yox, onun atasına. Müəllim padşahı danladı. Bəli, bu artıq düzdür. 2-4 doğru cavab B variantı. Biri mətnlə bağlı ehtimaldır. Baxaq görək nədən söhbət gedir. Padşah övladının tərbiyəsini yüksək qiymətləndirir. Bu bir fakt idi. Çünki öz övladına olan qayğısında biz bunu görürük. Müəllim və valideynin uşaqla bağlı məqsədləri eyni idi. Bu da bir faktdır. Müəllimin də məqsədi uşağın yaxşı təlim almasıdır, atasının da. İbrət dərsinin nəticəsi yaxşı olur. Bu da bir faktdır. Yəni düzdür. Çünki orada uşaq bundan dərs alır. Cəzasızlıqdan intizamsızlıq yaranır. Bu da bir faktdır. Hardan bildik? Baxın. Deyir ki, müəllim isə padşahın xatirinə ona cəza vermirmiş, cəzasızlıq Məhəmmədin dəcəlliyini daha da artırırmış. Deməli, bu intizamsızlığa səbəb cəzasızlığın elə özüdür. Şahzadə Məhəmməd atasının hökmdarlığına arxayın idi. Bu da tamamilə düz düşünülə bilər. Yəni 99% ehtimal etmək mümkündür, ancaq unutmayın. Konkret mətndə şahzadənin dilindən və ya konkret bir cümlədə biz görmürük ki, o atası padşahdır deyə bu cür dəcəllik, nadinclik edir. Bəlkə elə bu uşaq hiperaktivdir. Bəlkə elə bu onun təbiətidir, atasını heç vecinə də almır, düzdürmü? Yəni atasının hökmdarlığına arxayın olma ehtimalı 99% də olsa bir ehtimaldır. Konkret fakt kimi götürə bilmirəm, ona görə ki, mətndə belə bir bilgi tam verilməyib. Mətndə üzərində rəqəm yazılmış sözləri cədvəlin müvafiq xanalarına yazın. Həqiqi ya məcazi? Gəlin baxaq. Birinci ifadəmiz nədir? Yanına gəlir. Padşah müəllimin yanına gəlir. Gəlmək feili insana aiddir, həqiqi mənadadır. İkinci, qəlbini qırmaq. Əlbəttə ki, məcazidir. Qırmaq nə olar? Stəkanı qırmaq həqiqi olar. Qəlbi qırmaq isə məcazidir. Mən sizin dərsinizə gələcəm. Mən gələcəm. İnsanın harasa gəlməsi, getməsi həqiqidir. Daha sonra dördüncü ifadəmiz sözə baxmaq. Divara baxarsan, daşa baxarsan, kiməsə baxarsan, adama baxarsan. Sözə baxmaq olurmu? Əlbəttə ki, göz vasitəsilə deyək ki, vizual olaraq baxa bilmirsiniz. Ona görə də bu nədir uşaqlar? Məcazidir. Daha sonra qulaq asmaq da bilirsiniz ki, frazeoloji birləşmədir. Asmaq nə olar? Məsələn, paltarı asılqandan asmaq olar. Bu zaman həqiqi. Burada isə məcazidir. Cəmi 2 ifadəmiz həqiqi, 3-ü məcazi oldu. Sıraladım sizin üçün bir-bir. Daha sonra altından xətt çəkilmiş sözün qarşılığını müəyyən edib yazın. Altından xətt çəkilmiş sözümüz nadincliklə, şuluqluqla və ya dəcəlliklə deyə bilərsən ki, nümunə olaraq dəcəlliklə bir yerə gedib çıxmaq olmaz. Dəcəlliklə düzgün iş görmək olmaz. Yəni, dəcəllik edən uşağa tapşırırsan ki, sən bu dəcəlliklə hara kimi gedəcəksən, ay bala, dəcəlliklə bir yerə gedib çıxmaq olmaz. Göründüyü kimi 2 dənə nümunə və 1 dənə də cümlə yazdıq. 2 ixtiraçı mətninə baxaq. O ilk dəfə deyəndə ki, səsi naqilsiz ötürmək olur, çoxları buna gülmüşdülər. Ancaq Popov bilirdi ki, havadan da naqil kimi istifadə etmək olar. Elektromaqnit sahəsinin fəzada dalğa şəklində yayılmasını ilk dəfə Alman alimi Henrik Hertz təsdiq etmişdi.
Ancaq o öz kəşfini praktiki, yəni təcrübə olaraq əhəmiyyətini sübut edə bilmirdi. Yəni danışırdı, amma göstərə bilmirdi uşaqlar. Praktiki o deməkdir. Nəhayət Rusiyalı mühəndis Aleksandr Stepanoviç səs şüalarını qəbul edən qurğu kəşf etdi. Bununla da 1895-ci ildə dünyada ilk radionu kəşf etdi. 1901-ci ildə isə İtalyan Guglielmo Marconi tərəfindən ilk radio yayımı reallaşdırıldı. Ancaq indi dünyada hər kəs radionu Marconinin kəşf etdiyini deyir. Hadisə belə oldu. Marconi gəmidə kəşf etdiyi radio ilə sahildə olan assistentinə kabelsiz teleqraf vasitəsilə 3 ədəd S hərfi göndərdi. Bu əmri verəndə yer üzündə ilk dəfə radio dalğaları yayıldı. Amma İtaliya hökuməti gənc Marconinin ixtirası ilə maraqlanmadı. Gəncin İrlandiyalı anası isə ona sona qədər dəstək göstərdi və oğlunu İngiltərəyə yolladı. İngiltərədə gənc ixtiraçı bir qohumunun yanında qaldı və iki elm adamı ilə birlikdə çalışmağa başladı. 1897-ci ildə simsiz teleqraf şirkəti qurdu. Burada apardığı işlərin nəticəsi olaraq daha uzaq məsafəyə siqnallar göndərməyi öyrəndi. 1899-cu ildə Marconi tarixdə ilk dəfə simsiz teleqraf siqnalını La-Manş boğazının üstündən keçməklə Fransaya göndərdi. Marconi radio dalğalarının bütün yer kürəsini əhatəyə alacağına inanırdı. Beləliklə 12 dekabr 1901-ci ildə radio dalğaları Atlantik okeanını keçib Amerikaya çatdı. Marconinin sistemi çox keçmədən İngilis və İtalyan donanması tərəfindən istifadə olunmağa başladı. Böyük ixtiraçı 1937-ci ildə 63 yaşında vəfat etdi. Onun ölüm xəbəri bütün dünyanın radio stansiyalarında eyni vaxtda yayımlandı. İlk radionu kəşf edənin kim olması barədə mübahisələr hələ də davam edir. Tənqidçi bir yazar belə bir lətifə söyləyib. Popov ilk radio aparatı quraşdırır, kanalları qarışdırarkən belə bir siqnal alır. Diqqət, diqqət, danışır BBC radiosu. Maraqlıdır. Hansı cümlədə qarşısında işarəsi qoyulmuş sözü əvəz edə bilən nümunə işlənib? Baxaq. Qurğu. Burada qurğu aparat mənasındadır. Baxaq. Tələlərdən qurtarmalıydı. Tələnin qurğu ilə nə adiyyatı var? O indi onun üçün qoyulmuş tələlərdən. Tələ burada bildiyiniz kimi heyvanları ovlamaq üçün hər hansı bir, belə deyək, qurğuya ümumi verilən addır. Əskərlər səngərin o tərəfinə doğru hücuma keçdilər. Səngər sözünün mənasını çox adam bilir. Yenə də gəlin göstərək. Güllədən, qəlpədən qorunmaq üçün qazılan çuxur xəndəyə səngər deyilir. Malik o gecə səhərəcən təyyarəyə baxdı. Uşaqlar, düzdür, təyyarə bir qurğudur. Amma burada əvəzləyə bilərsiniz, təyyarəni yuxarı qoya bilərsinizmi? Yuxarıdakı qurğu başqa qurğudur, radio qurğusundan danışır. Xərclər hesablanan zaman hər şey nəzərə alındı. Zamanın burada nə adiyyatı var? İxtiraçı aparatı, qurğunu stolun üstünə qoydu. Bax, aparat sözü həqiqətən qurğu sözünü bir çox məqamda əvəzləyən ifadədir. Mətndə nədən söhbət getmir? Ananın övladına inamından. Bəli, hansı ki Marconiyə orada İtaliya hökuməti dəstək göstərməsə də, İrlandiyalı anası isə ona sona qədər dəstək göstərir, hətta onu İngiltərəyə yollayır. Bu düzdür. Yeni bir avadanlığın icadından, bəli, radiodan. Marconinin İngiltərədə alimlərlə birgə işləməsindən, bəli, iki alimlə birgə işləyir, həmin hissədə var. İtaliyada elmi cəmiyyətlərin olmaması bunu saxlayaq, qitələr arasında radio dalğalarının yayılmasından. Düzdür. Baxın, bütün yer kürəsini əhatəyə alacağına inanır. Hətta radio dalğaları Atlantik okeanını keçib Amerikaya çatır. Yəni, həqiqətən qitələr arasında bir səyahət edir demək olar. İtaliya elmi cəmiyyətlərindən isə mətndə ümumiyyətlə danışılmır. Sadəcə orada deyir ki, İtaliya hökuməti gənc Marconinin ixtirası ilə maraqlanmır. Amma elmi cəmiyyət varmı, yoxmu, heç bir fikrimiz yoxdur. Fikirlərdən biri doğrudur. Radionun kəşfi patentini iki alim alıb. Belə bir məqam yoxdur ki, bu patenti iki alim alıb. Sadəcə mübahisələr gedir ki, iki alimin adı ilə bağlıdır. Marconinin sağlığında İtaliyada heç kəs onun icadlarından bəhrələnə bilməyib. Bu yanlış fikirdir. Sonradan onun icadı İngilis və İtalyan donanması tərəfindən istifadə olunmağa başlayıb və sağlığında olub bu. Deməli, bu səhvdir. Popovun ölüm xəbəri xüsusi qeyd olunub. Onun yox, Marconinin ölüm xəbəri radiolarda yayımlanaraq eyni vaxtda
nə edilib? Xüsusi qeyd olunub. Nəzəri fikirlər təcrübədə əksini tapa bilməyib. Düzdür. Biz burada görürük ki, baxın, bu hissədə müəyyən qədər görürük ki, İlk dəfə Alman alimi Heinrich Hertz təsdiq etmişdi, amma o öz nəzəriyyəsini praktika ilə sübut eləyə bilmədiyinə görə onun o kəşfi bir növ əsassız qalır. Ancaq ki, nəzəri fikirlər, həmin o fikirlər sonradan təcrübədə əksini tapa bilib axı. Sonradan təcrübədə əksini tapıb və nəticədə nə meydana çıxıb? Məhz qurğu, radio qurğusu. 19-cu əsrdə şirkət qurmaq mümkün olub. Bəli, bu düzdür. Çünki burada şirkət qurmaq barədə 1897-ci ilin simsiz teleqraf şirkəti barədə bilgi verirlər. 1800-cü illər 19-cu əsr kimi qeyd olunur. Mətnin nəticə hissəsi məqsədli şəkildə əsas hissə ilə birləşdirilib. Nəticə hissə hansı sözlə başlayır? Baxırıq. Böyük ixtiraçı 1937-ci ildə 63 yaşında vəfat etdi. Onun ölüm xəbəri bütün dünyanın radio stansiyalarında eyni vaxtda yayımlandı. İlk radionu kəşf edənin kim olması barədə mübahisələr hələ də davam edir. Baxın uşaqlar, burada onun Marconi'nin ölüm xəbəri var. Bundan sonraki məqamda isə artıq radionun kəşfi barədə hələ də mübahisələrin davam etdiyi və tənqidçinin söylediyi fikir var. Yəni ilklə başlayan hissəni biz ayırmalıyıq ki, o Marconi'nin ölümü ilə qarışmasın. Qara hərflə verilmiş söz mətndəki yerinə görə hansı sözlə əvəz oluna bilər? Həmin sözümüz hanı baxaq. Praktiki bayaq dedim. Praktiki nə deməkdir uşaqlar? Biri var nəzəri. Nəzəri odur ki, danışırsan, qaydalarla işləyirsən. Praktiki odur ki, artıq məsələn biri var şagird nəzəri bilgiləri oxuyur. Məsələn, isim haqqında məlumat oxuyur. Bir də praktiki olaraq, yəni təcrübə olaraq test işləməyə başlayır. Bu artıq təcrübə ilə, iş görməklə, fəaliyyətlə əlaqəli olduğundan A variantı ən düzgün cavabdır. Çərçivə daxilində verilmiş sözün fərqli leksik mənada işləndiyi nümunə. Çərçivəmizdə nədir baxaq? Havadan da naqil kimi istifadə etmək olar. Bu bildiyimiz atmosfer, hava, azot, bu karbon qarışımı bir şey. Deyir, şar bir neçə dəqiqə idi ki, havadan asılı qalmışdım, eynidir. Aparıcı indi hava haqqında məlumat bildirəcək, eynidir. Qırıcılar havada şahin kimi süzürdülər. Qırıcı, yəni bilirsiniz, qırıcı təyyarəyə deyilir, eynidir. Hava elə bil dünənkindən daha isti idi, eynidir. Amma C variantında hava sözünün amonim tayı işlənib. Hava bir atmosfer qatı kimi, nə bilim, ümumi mənada atmosferi əhatə edən o qazların birləşməsi kimi düşünə bilərik də, düzdürmü? Əgər səhv şərh vermişəmsə düzəldərsiniz. Və biz görürük ki, bu məqamda isimdir, başqa mənadadır. Bir də ola bilər hava musiqi havası mənasında isim. Məsələn, deyir ki, sədr dedi ki, hava sümüyünə düşmür, musiqini dəyişsinlər. Yəni, artıq burada hava nədir? Musiqi havası mənasındadır. Mətnin məzmununa uyğun olan fikri müəyyən edin. Mübahisə olmayan yerdə inkişaf olmaz. Yəni, mübahisə olmayan yerdə inkişaf olmaz, razıyam. Amma mətndə mübahisə edən kimdir? Mübahisə edən indiki insanlardır ki, cəmaatı boynuna qoyurlar ki, ilk bu yaradıb, yox, ilk bu yaratmıyor. Mübahisə bizim mübahisəmizdir. O insanların mübahisəsi, alimlərin mübahisəsindən danışmır. Bəzən yanlış seçimlər inkişafın qarşısını alır. Kimin yanlış seçimi var mətndə? Kim yanlış seçim edir? Elm öyrənmək və ixtira etmək insanın əsas vəzifəsidir. Xeyr, insanın əsas vəzifəsi əxlaqlı olmaq və başqalarına qarşı da bunu icra etmək. Elm şərt deyil. Fədakarlıq məşhur olmağın əsas yoludur. Düzdür, fədakarlıqdan mətndə o qədər də danışmır, gözəl fikir olsa da biz bunu götürə bilmirik. İnkişaf məqsəddən və məqsəd uğrunda mübarizədən ibarətdir. Bəli, məsələn, İtaliya hökuməti gənc Marconi'nin ixtirası ilə maraqlanmır. Onu vecinə almır. Nə edir bu adam? Məqsədi qoyur qarşısına, anası ilə birləşərək bir şəkildə İngiltərəyə gedir və orada öz işini davam etdirir, hətta şirkət də qurur. Suallardan birinə mətn əsasında cavab vermək mümkün deyil. Marconi neçənci ildə anadan olub? Burada belə bir bilgi var uşaqlar. Deyir ki, o 1937-ci ildə 63 yaşında vəfat edib. 1937 onun ölüm tarixidirsə və 63 yaşında ölübsə, 1937-dən 63-ə çıxanda siz onun doğulduğu tarixi əldə edirsiniz.
Bunu tapmaq olar. İxtiraların müəllifi barədə hər zaman dəqiq fikirlər olurmu? Xeyr, mətndən aldığımız bilgiyə görə xeyr, hər zaman dəqiq fikirlər olmur. Çünki bəzi insanlar Popovun adını versə də, bəziləri Markoninin adını verir. Markoni teleqraf şirkətini quranda neçə yaşı var idi? Baxın uşaqlar, biz 1937-dən 60-ı çıxdıq və nə aldıq? Yaza bilsən, 1874. 1874-cü ildə bu insan doğulub və şirkəti nə zaman açıb? 1897-də. İndi də 1897-dən 1874-ü çıxanda 3, 2. 23 yaşında, baxın ha, 23 yaşında şirkət qurduğunu görürük bunu. Deməli, şirkəti qurarkən neçə yaşı vardı, tapdıq. Popovun nəzəri fikri ilk vaxtlar necə qarşılanıb? Gülüş obyekti olan fikirlər də var idi uşaqlar. Məsələn, bu barədə gəlin danışaq. O ilk dəfə deyəndə ki, səsi naqilsiz ötürmək olur, çoxları buna gülmüşdülər. İtaliya hökuməti hansı hadisədən sonra Markoninin kəşflərini qəbul etdi? Biz bunu bilmirik konkret olaraq. Burada bir anda görürük ki, o indi deyə bilərsiniz, müəllim, Atlantik okeanını keçib Amerikaya çatır, ona görə istifadə edirlər. Xeyr, bəlkə ona görə istifadə etmir. Mən hardan bilim ki, sırf o hadisədən sonra istifadəyə başlayıblar. Bizə sadəcə deyir ki, çox keçmədən İngilis və İtalyan donanması tərəfindən istifadə olunur. Deməli, nə hadisəsidir? Konkret hansı hadisədən sonra İtalyanlar deyib ki, vay, mən belə bir insanı itirmişəm, gəlin onun kəşfindən istifadə edək. Belə bir bilgi yoxdur. Mətnə əsasən Eyler-Venn diaqramındakı doğru fikirləri müəyyən edin. Markoni və Popov haqqında fikirləri qeyd etməliyik. Mən burada yazmışam, məsələn, Popov haqqında yaza bilərsiniz ki, Rus alimidir. Sonra 1895-ci ildə ilk radionu kəşf etdiyi qeyd olunur və onunla bağlı lətifə var. Daha sonra Markoni haqqında deyə bilərsiniz ki, ilk dəfə radio dalğalarından istifadə edib, yəni birbaşa canlı yayımla nəzərdə tuturuq, yəni söhbət açılır. Öz ölkəsində dəyər görməyib, yəni İtaliyada dəyər görməməsini deyirəm. 1897-də simsiz teleqraf şirkəti qurub, ölüm xəbəri radiolarda eyni vaxtda yayımlanıb. Hər ikisi üçün ortaq cəhət ola bilər ki, elmə töhfə vermişlər və dünyanı radio cihazı ilə tanış etmişlər. Yəni, nəticədə hər ikisinin əməyi olduğunu unutmaq olmaz. Altından xətt çəkilmiş cümlədəki fikri izah edin. Tənqidçi yazar bu fikirlə nə demək istəyib? Baxın, bu çox gülməli və maraqlıdır. Tənqidçi deyir ki, Popov ilk dəfə radio aparatı quraşdırır. Baxın ha, ilk dəfə. Yəni, sən aparatı quraşdırmışsan, həyəcanlısan, deyirsən ki, mən bunu ilk dəfə edirəm, bunu məndən başqa eləyən yoxdur, amma kanalları qarışdıranda insan səsi eşidirsən. Deməli, kimsə səndən öncə tərpənib və səni qabaqlayıb. Ona görə də biz burada görürük ki, orada Markoninin daha öncə bu işi gördüyünü tənqidçi müdafiə edir, yəni Popovu müdafiə etmir. Və biz deyə bilərik ki, Popov radionun ilk dəfə quraşdırıb işə saldıqda öyrənir ki, kimsə ondan qabağa düşüb. Bu qədər sadə.